Ben özüm Xocalı sakiniyəm. Özüm Xankəndi, atam kimi Xocalıda olurdu. Ben özüm köçüb Xankəndində olurdum. Xankəndində evimi yandırdılar, 4 tane kızla. Kızlar körpü uşaqlarını. En büyüğünün 6 yaşı vardı. Gece saat Ermeniler yandırana götürüp 12 kilometre, Cumhurbaşkanı yandırıp şeylip 12 kilometre meşelerle gelip kösalar kendine sığmışam. Oradan qayıtmışam. Qayıdıb gəlmişəm Cəmilli kəndinə, özü ata kəndi, Xocalı kəndinə. İndi nədir problemimiz qardaş? Problemim odur ki, mən niyə hamısı bax belə, mən demirəm ki, mənə verməyəcəklər. Prezidentimizi de Allah canı sağ eləsin. Mən demirəm ki, verməyəcəklər. Prosta əsəbimlə oynayırlar. Necə oynayırlar? Hamısı füzuli, biri bütün hamısı köçürürlər, 3 tane Xocalı salınırlar. Məni sındırırlar. Erməni məni sındıra bilmədi, amma bunlar məni sındırdı. Bunlar istəyir ki, bilir ki, mən əsəbiyəm, istəyirlər ki, özümü dağlayam. Nə deyib vermirlərsə? Erməni bax, bu sinəmi dağlayıb. İstəyir bütün hər yerimi açıb, canlı qəlbəni yeri özü də var. Niyə mənə bir zülm eləyirlər? Mənə deyirlər ki, mənim 2 qızım boşanıb, bilirsən niyə boşanıb? Ona göre boşanıp ki, ona göre benim kızlarım boşanıp ki, görürler ki yeriye gedene pis bakırlar. Bu da 10 ildir biri boşanır, biri neçə ildir boşanır. Ben neydim talay hep böyle gelir. 4 kızım var, ikisi yarayım, ikisi yarmayayım. Hamısı da Adelli, hamısının özünü çıkarıştırdı. Adelli körek pul alır, hükümetten ayrı zaten. Bana deyir ki sana zaten 9 nəfərə 4 otaq verəm, bir yerdə yaşayın. Və mən sinirmə, mən deyirsin kızım, deyirsən niyə ağlayırsan? O balam benim elimde ölmürdü. Herzimden tutup zaten tufana çırpanına değdi. Onu getir bura. Getir o kız, getir hani. Onu getir bura. Elcan'ı, elimden uşağı tufana vurduğum yerde uşağın başına. Öldü sonra dirildi. Ben sinir gazetesiyim ben Karabağlılara ev verir, maşın verir. Ama ben derim kızların adı çevirmem. Teğmenim ki ver əsəbimdən oynamam. Ben gedim kızların ki vermem. Benim əsəbimlə qəsdən. İstəyirəm ben özümü doğramam.